Örtüsü çox güclüdür, amma maddi daxilən xüsusi qoruyucu selik təbəqəsi ilə örtüldüyü üçün özü zədələnmir. Yeni doğulan körpə haqqında danışaq. Bədəndə təxminən 300 sümük olur. İnsan böyüdükcə bəzi sümüklər birləşir və yetkin insan skeletində bu say 206-ya düşür. Pensilin bir çox ciddi xəstəliklərlə mübarizədə istifadə olunan ilk antibiotiklərdən biridir. Alexander Fleming onu təsadüfən kif göbələyindən əldə edibdir. Stafilokok bakteriyası insan üçün təhlükəli ola bilər, amma müxtəlif ağır xəstəliklər yarada bilər. Hüceyrələrin iki əsas tipi var. Nüvəli hüceyrələr, eukaryotlar və nüvəsiz hüceyrələr, prokaryotlar. Hətta adi amibin belə nüvəli hüceyrəsi var. İnsan orqanizması inkişafı zigot adlanan bir hüceyrədən başlayır. Mayalanmadan sonra həmin hüceyrə bölünərək böyüməyə davam edir. DNT molekulu spiralvari nərdivanı xatırladır. Onun quruluşu həyatın əsas məlumatlarını daşıyır. İsə heyvanlardan danışaq. Zürafə ürəyi 10-12 kiloqram ola bilər. O çox güclü təzyiqlə qan vurur və damarları yüksək təzyiqə davam gətirir. Qarışqa yeyən dəqiqədə təxminən 160 dəfə dili ilə hərəkət etdirə bilir və gündə minlərlə şərat yeyir. Çərkələrin eşitmə orqanları ayaqlarında yerləşir. Dəniz anemonu gülə bənzəsə də əslində heyvandır. Onun parlaq hissələri ətraflardır və bəzi balıq növləri üçün zəhərlidir. Flamingolar isə bir ayaq üstündə dayanaraq bədən temperaturlarını qorumağa kömək edirlər. Elmin 99 sirri 3-cü hissə. Kimya sirləri. Ətrafımızdakı hər şey kimyəvi reaksiyalarla bağlıdır. Məsələn, obyektlərin rəngi onların əks etdirdiyi işıq dalğalarının asılıdır. Yağışdan sonra torpaqdan gələn o xüsusi qoxunun adı geosmindir. Bu maddəni torpaq bakteriyaları və bəzi yosunlar ifraz edir. Qlikozanın kimyəvi formulu C6H12O16-dır. Qalyumdan danışaq. Qalyum adlı metalın ərimə temperaturu cəmi 29,7 Selsi dərəcədir. Buna görə o, insan ovucunda belə əriyə bilər. Qalay isə aşağı temperaturda quruluşunu dəyişə bilir. Bəzi fərziyyələrə görə Napoleon ordusunun düymələrinin dağılması buna bağlı idi. Tioaseton isə dünyanın ən pis qoxulu maddələrindən biri hesab olunur. Tərkibində kükürt olduğu üçün çox kəskin qoxu verir. Alovun rəngi yanan maddənin tərkibindən asılı olaraq dəyişir. Distil edilmiş su elektrik cərəyanı zəif keçir, çünki onun içində ionlar çox azdır. Helium qazında isə səs havadan daha sürətlə yayılır. Buna görə də helium udanda insanın səsi daha incə eşidilir. Elmin 99 sirri kitabından sonuncu hissənin izahını verək. Burada fizika, coğrafiya və təbiətdən danışılır. Deməli, enerji kainatda heç vaxt yox olmur. Sadəcə bir formadan digərinə çevrilir. Hərəkət zamanı kinetik enerji yaranır. İstilik, kimya və nüvə enerjisi isə enerjinin müxtəlif formalarıdır. Termodinamika. Termodinamikanın birinci qanunu enerjinin qorunmasını izah edir. İkinci qanun isə sistemlərdə zamanla xaosun artdığını göstərir. Mütləq sıfır. Temperaturu təxminən -273,5 %15 dərəcədir. Səs dalğaları. Yüksək və aşağı təzyiq sahələrinin növbələşməsidir. Doppler effekti. Həm səsə, həm də işığa aiddir. Uzaqlaşan galaktikaların işığı spektrin qırmızı hissəsinə sürüşür. Eyfel qülləsi. Yayda istilik səbəbindən bir qədər uzanır. Çünki biz bilirik ki, istidən genişlənmə, soyuqdan sıxılma mövcuddur. Su 0 Selsi dərəcədə donur. Fotosintez zamanı bitkilər karbon dioksidi qəbul edir və xlorofil pigmenti bitkilərə yaşıl rəng verir. Yer üzündə bir zamanlar Pangeya adlı vahid qitə mövcud idi. Sonradan qitələr bir-birindən ayrıldı. Yer qabığında böyük tektonik tavalar yerləşir və onlar daim hərəkətdədir. Bu isə artıq coğrafiya elminə aid olanlardır. Məşhur cəyyaz James Cook okeanda Send adlı qumlu ada qeydə almışdı. Atakama səhrası dünyanın ən quraq bölgələrindən biridir. Ağ buludlardan adətən yağış yağmır. Güclü yağış əsasən daha sıx və tünd buludlardan yaranır. Göbələk yağışı isə günəşli havada yağan narın yağışa deyilir. Bütün bunlar Elmin 99 sirri kitabında qeyd olunmuşdur.
Mən isə həmin məlumatları sizlərlə bölüşdüm.